Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Baş Mil Muğan kollektorunun istismarı idarəsi tərəfindən 446 kilometrdən artıq magistral və təsərrüfatlar arası kollektoru, onların üzərində 47 ədəd hidrotexniki qurğu, 3 ədəd su ölçü məntəqəsi, 65 ədəd körpü Baş Mil Muğan kollektoru boyunca 140 kilometrə yaxın istismar yolu, 1515 kilometr təsərrüfatlar arası və təsərrüfatlar daxili kollektor, drenaj şəbəkəsi və üzərində olan 1086 ədəd borulu su buraxıcı istismar edilir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin qarşıya qoyduğu vəzifələrin həlli istiqamətində tədbirlər davam etdirilir. İdarənin balansında olan 43 maşın mexanizmin köməkliyi ilə plan qrafikə uyğun olaraq dildən təmizləmə işləri həyata keçirilir. Belə ki, idarənin xidmət etdiyi ərazilər Saatlı, Sabirabad, Səlyan, Neftçala rayonlardır. Cari ildə 1.051.000 kubmetr ildən təmizləmə işi istismar tədbirlər planında nəzərdə tutulmuşdur. Bütün bu işlər idarənin balansında olan 7 ədəd draglayın, 9 ədəd gidravlikli ekskavator və 3 ədəd buldozerin köməkliyi ilə yerinə yetirilir. Bu ilin əvvəlindən Salyan rayonu ərazisində təsərrüfatlar arası kollektorlarda 5000 kubmetr, təsərrüfatlar daxili kollektorlarda 43000 kubmetr lildən təmizləmə işi yerinə yetirilib. Uzunluğu isə 14,73 kilometr olub. Qeyd eləmək lazımdır ki, Baş Mil Muğan kollektoru və digər magistral kollektorlar vasitəsilə cari ildə 376.820 kilometr duzlu su öz axını ilə Xəzər dənizinə axıdılmışdır. Bu zaman duzluluq səviyyəsi 5,114 qram litrə bərabər olmuşdur. O cümlədən Baş Mil Muğan kollektorunun balansında olan OD1, OD2, OD2 nasos stansiyaları vasitəsilə 1 milyon kilometr su Baş Mil Muğan kollektoruna ötürülmüş və Xəzər dənizinə axıdılması təmin edilmişdir. Görülən kompleks meliorativ tədbirlər nəticəsində torpaqların münbitliyi artır. Əvvəlki dövrlərdə əkin işləri aparılmayan torpaqlarda hazırda müxtəlif növ kənd təsərrüfatı bitkiləri əkilir. Belə olan halda hər il sahələrdən bol məhsul əldə edilir. Bu durduğumuz yer şoran torpaqları idi. Məhsul götürə bilmirdik. İndi Allaha şükür, kollektorlarımız lildən təmizlənir, yerlər münbütləşir, məhsul da götürürük. Burada məhsul götürür deyə zəif, hədsiz dərəcədə. İndi Allaha şükür hər şey qaydasındadır. Qeyd edək ki, Baş Mil Muğan kollektoru 1994-cü ildən fəaliyyət göstərir. İdarənin yaradılmasında əsas məqsəd Mil Muğan və Muğan Salyan düzlərinin suvarılan torpaqlarından sızan qrunt, sel və məişət sularının Baş Mil Muğan kollektoru vasitəsilə maneəsiz heç bir enerji sərf etmədən öz axını ilə Xəzər dənizinə axıtmaqdır. Hazırda idarənin işçi qüvvəsi və texnikaları vasitəsilə rayonlarda meliorativ tədbirlər sürətlə davam edir.